Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 9-cu sinif üslub və cərəyanlar haqqında danışaq. Əvvəlcə kubizmdən başlayaq. Kubizm nədir? Kubizm incəsənətdə böyük, dəyişiklik yaradan cərəyanlardan biri olmuşdur. Klassik incəsənətdə rəssamlar əşyaları real və təbii formada təsvir etməyə çalışırdılar. Lakin kubist rəssamlar hesab edirdilər ki, əşyaları yalnız bir tərəfdən göstərmək onların mahiyyətini tam ifadə etmir. Yəni onlar dəyişiklik istəyirdilər. Bu səbəbdən onlar əşyaları parçalayaraq və müxtəlif həndəsi formalara bölərək göstərməyə başladılar. Məsələn, bir insanın üzü çəkilərkən onun burnu, gözləri və digər hissələri kvadrat və üçbucaq kimi formalara bölünə bilər. Kubizm əsərlərində sanki əşya eyni anda bir neçə tərəfdən görünür. Bu cərəyan incəsənətdə yeni düşüncə tərzinin yaranmasına səbəb olmuşdu. Yəni klassik rəssamlar rəsmləri necə çəkirdi? Hər şeyi gördüyü kimi, olduğu kimi təsvir etmişlər. Amma onlar yeni üslub yaratmağa can atdılar. Yəni kubizmi yaratdılar. Kubizm üslubuna necə idi? Onları məsələn natürmortu, portreti, müxtəlif həndəsi formaları bölmüşdülər. Kvadrat, üçbucaq və s. Və orada natürmortu, portreti ancaq öndən görünüşünü yox, həm yandan, həm qarşıdan görünüşünü təsvir etməyə başlamışdılar. Məsələn, situasiya sualı. Rəssam bir musiqi alətini çəkir və onları kvadrat, kub, üçbucaq formalara bölərək təsvir edir. Musiqi alətini isə ancaq öndən görünüşünü deyil, yandan, qabaqdan, arxadan görünüşünü təsvir etmişdir. Deməli, bu hansı üslubdur? Kubizm. Gəldik sürrealizm. Sürrealizm nədir? Biz sürrealizmdə demək olar ki, yuxuda necə görürüksə, bunlar sürrealizm üslubundadır sanki. Yuxuda biz heç nəyi olduğu kimi demək olar ki, görmürük. Yəni biz qarışıq yuxular görürük, həyatda olmayan, belə bənzərsiz yuxular görürük. Bu da isə sürrealizmdir. Sürrealizm necə idi? Məsələn, havada uçan pendir tikələri və yaxud da ki, havada uçan balıq təsvirləri. Deməli, sürrealizm cərəyanında rəssamlar reallıqdan çox insanın xəyal və şüuraltı dünyasına müraciət edirlər. Bu əsərlərdə məntiqə uyğun olmayan və qeyri-adi səhnələr təsvir olunur. Məsələn, bir rəssam göydə üzən balıqları, havada dayanan daşları və ya ərimiş saatları çəkə bilər. Bu görüntülər real həyatda mümkün olmasa da, sürrealist incəsənətdə normal sayılırdı. Sürrealist rəssamların məqsədi insanın daxili düşüncələrini və xəyallarını incəsənət vasitəsilə ifadə etməkdir. Deməli, bizim yuxuda gördüklərimizi onlar incəsənət vasitəsilə bizə çatdırmışdır. Məsələn, situasiya sualı. Bir tabloya baxdıqda tamaşaçı səhrada ağacdan asılmış ərimiş saatlar və havada uçan balıqlar görür. Bu əsər hansı cərəyana aiddir? Sürrealizm, realizm, klassizm, naturalizm, romantizm. Təbii ki, sürrealizm olacaq. A variantı. Gəldik abstraksionizmə. Abstraksionizm nədir? Abstrakt incəsənətdə rəssam real həyatda gördüyümüz əşyaları və insanları təsvir etməyə çalışmır. Bu cərəyanın əsas məqsədi emosiyanı, ritmi və vizual harmoniyanı göstərməkdir. Belə əsərlərdə tamaşaçı konkret bir obyekt görməyə bilər. Yəni biz orada konkret bir natürmort, əşya, insan görməyə bilərik. Orada daha çox bir tabloya baxdıqda yalnız rəngli xəttlər, dairələr və müxtəlif formalı rəng ləkələri görünə bilər. Bu cərəyanın nümayəndələri hesab edirdilər ki, incəsənət yalnız təbiəti təqlid etməməlidir. O həm də rəng və forma vasitəsilə insanın hisslərini ifadə edə bilər. Məsələn, qırmızı və qara rənglərin kəskin kontrastı gərginlik hissi yarada bilər. Mavi və yaşıl tonları isə sakitlik və harmoniya təsiri bağışlaya bilər. Məsələn, abstraksionizm üslubunu çəkən rəssamımız kim olmuşdu? Məsələn, Vasili Kandinsky. Onun hansı əsərləri idi? Moskva, Kompozisiya 8, İmprovizə. Onun bu əsərlərində xətt, rəng daha çox üstünlük daşıyırdı. Yəni orada konkret bir əşya, insan, fiqur yox idi. Orada ancaq xətt, rəng ləkələrdən ibarətdir. Gəldik situasiya sualına. Bir rəssamın əsərində insan, ağac və ya hər hansı konkret bir predmet görünmür. Tablo yalnız rəngli xəttlər və müxtəlif formalı rəng ləkələrindən ibarətdir. Bu hansı cərəyana aiddir? Abstraksionizm. Yəni A variantı abstraksionizm. Gəldik modernizmə. Modernizm nədir? Modernizm 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaranmış böyük bir incəsənət hərəkatıdır. Bu dövrdə rəssamlar artıq klassik incəsənətin sərt qaydalarını rədd etmək istəmirdilər. Onlar yeni texnikalar, yeni kompozisiya üsulları və yeni fərqli rəng istifadəsi ilə incəsənətdə yeniliklər yaratmağa başladılar. Modernizm bir çox yeni cərəyanların yaranmasına səbəb olmuşdur. Məsələn, hansı? Kubizm, sürrealizm, ekspresionizm, abstraksionizm. Bu saydığım 4 dənə cərəyan yenidir. Yəni yeni ixtira olunub, yeni kəşf olunub. Klassik deyil. Klassik necədir? Bizim məsələn bir mənzərə əsəri çəkiriksə, bu mənzərə əsərində hər şey olduğu kimi təsvir ediriksə, bu klassikdir. Yəni modernizm deyil. Kubizm, sürrealizm, ekspresionizm, abstraksionizm kimi üslublarla əsərlər çəkilibsə, bu modernizmdir. Yəni yeni kəşf olunub, yeni ixtira olunub, klassiklərdən uzaqlaşıb,
Kubizmdə necə idi? Bir əşyanı və yaxud da ki, natürmortu, portreti müxtəlif həndəsi fiqurlara bölürdü. Kvadrat, üçbucaq və s. Yəni bu yeni kəşf olundu. Əvvəllər heç bir rəssam bunu etmirdi. Sürrealizm də həmçinin. Yəni əvvəl heç bir rəssam necə deyim, göydə uçan balıq təsvirlər yaratmırdı. Şüuraltı düşüncəni yaratmırdı. Bu klassik deyil. Sürrealizm modernizmdir. Yəni yeni kəşf olunub. Həmçinin ekspresionizm və abstraksionizm də ona aiddir. Bu cərəyanların hamısı modernist düşüncənin təsiri ilə yaranmışdı. Modernizm incəsənətdə azadlıq və yaradıcılıq ideyasını gücləndirmişdi. Yəni modernizm üslubunda azadlıq və yaradıcılıq təkmilləşdirilmişdi. İnsanlara azadlıq verilmişdi. Yəni orada insanlar istədiklərini, düşündüklərini təsvir edə bilərdilər. Situasiya sualı. Bir rəssam klassik incəsənət qaydalarından uzaqlaşaraq yeni texnikalar və fərqli kompozisiya üsulları ilə əsər yaradır. Bu hansı yanaşmadır? Deməli, burada olacaq modernizm. Yəni burada klassik incəsənətdən uzaqlaşıb və yeni texnikalar yaradılmışdı. Bu modernizm olacaq. Gəldik 5-ci suala. Avangard. Avangard nədir? Avangard incəsənətdə yenilikçi və cəsarətli ideyalarla fərqlənən qabaqcıl, yaradıcılıq istiqamətlərindən ümumi adıdır. Avangard sözü fransız dilindən gəlir və ön dəstə və ya irəlidə gedən mənasını vermişdir. İncəsənətdə bu anlayış dövrünün ən yenilikçi və qeyri-adi ideyalarını ifadə edir. Avangard rəssamlar ənənəvi incəsənət qaydalarını sındıraraq yeni texnikalar, yeni formalar yaradırlar. Onlar tamaşaçını təəccübləndirən və düşündürən əsərlər yaratmağa çalışırlar. Məsələn, bir rəssam tablo yerinə metal parçalar, işıq və müxtəlif materiallardan ibarət kompozisiya yarada bilər. Bu cür qeyri-adi yanaşmalar avangard incəsənətin xüsusiyyətdir. Bəzi müəllimlər avangard və modernizmi qarışdırır. Məsələn, onlar yeni şey deyil. Fərqli belə başa düşməyə asandır. Məsələn, modernizm nədir? Modernizmdə incəsənətdə köhnə klassik qaydalardan uzaqlaşıb, yeni üslubların yaranmasının dövrüdür. Yəni bu dövrdə bir çox yeni cərəyanlar yarandı. Kubizm, sürrealizm, ekspresionizm, abstraksionizm kimi. Avangard isə ən fərqli, ən cəsarətli yeni edən sənətdir. Yəni rəssam adi üsulla çəkmir. Qəribə texnika istifadə edir, insanları təəccübləndirir. Çox sadə misal göstərək. Təsəvvürət məktəbdə yeni qaydalarda dərs keçirilir. Bütün bu yeni dərs sistemi modernizmdir. Bu sistemdə ən fərqli və ən qeyri-adi metod istifadə edən müəllim isə avangarddır. Avangard elə modernizmin içərisində yerləşir. Yəni modernizm böyük bir anlayışdır. Məsələn, yeni bir dünya kəşf olunub, yeni bir dünya kəşf olunub, onun adı modernizm adlanır. Bu həmin dünyanın içərisində yeni başqa bir üsul, ideya axtarılıb tapılırsa, bu da avangarddır. Gəldik ekspresionizmə. Ekspresionizm sözü ifadə etmək sözündən gəlir. Yəni bu cərəyanın əsas məqsədi rəssamın hisslərini ifadə etməkdir. Ekspresionizmlə rəssam reallığı olduğu kimi göstərmək istəmir. O hisslərini qorxu, kədər, həyəcan, gərginlik göstərmək istəyir. Sadə dildə desə, ekspresionizm görünən dünyanı olduğu kimi çəkmək yerinə hisslərini, qorxularını, stresini, daxili konfliktlərini vizual şəkildə göstərmək üzərində dayanır. Əsas xüsusiyyətləri nələrdir? Subyektivlik. Rəssamlar real həyatı deyil, öz daxili aləmlərini təsvir edir. Deformasiyalar, insan fiqurları və əşyalar qəsdən çarpıdılır, ölçülər dəyişdirilir. Parlaq və kontrast rənglər hissləri gücləndirmək üçün canlı, bəzən uyğunsuz rənglər istifadə olunur. Hərəkət və gərginlik, fırça xətləri və kompozisiya ilə emosional gərginlik yaradılır. 5-incisi isə daxili təlatümlərin vurğulanması. Kədər, qorxu, təhlik, narahatlıq kimi emosiyalar ön plana çıxır. Məsələn, nümunə göstərək. Edvard Munch'un Qışqırıq əsərində orada nə təsvir olunmuşdur? İnsan qorxu içində qışqırır. Səma dalğalıdır, rənglər çox gərgindir. Bu əsər ekspresionizmin klassik nümunəsidir. Yadda saxlama üsulu belədir. Ekspresionizm hisslərin ifadəsidir, yəni hisslərin qabardılması deməkdir. Məsələn, situasiya sualı. Rəssam bir küçə mənzərəsi çəkir. Əsərdə binalar əyri təsvir olunur və rənglər çox gərgin, emosional təsir yaradır. Bu xüsusiyyət hansı incəsənət cərəyanına aiddir? Təbii ki, ekspresionizm. Bəzi müəllimlər ekspresionizmlə romantizmi qarışdırır. Yəni hər ikisində də hisslər ifadə olunduğu üçün hər ikisi də qarışdırılır. Məsələn, fərqi nədir? Romantizmdə hisslər əsasdır, amma daha çox təbiətə, qəhrəmanlara, ideallara yönəlib estetika və gözəllik qorunur. Ekspresionizmdə isə hisslər real və kəskin göstərilir. Gözəllik yoxdur, emosiyanın gücü ön plandadır. Hətta çirkinlik, qorxu və xaos da təsvir olunur. Romantizmdə məqsəd emosiyaları, təbiətin gözəlliyini, qəhrəmanlıq və idealları vurğulamaq. Təsvirdə stil realistik, idealize olunmuş, gözəllik və harmonik görünüşdür.
Daha çox romantik, ilham verici və estetika yönümlüdür. Məsələn, təbiət mənzərələri, qəhrəmanlar, böyük duyğular. Amma ekspresionizmdə isə daxili hissləri, qorxuları, təlatümləri, emosiyaları güclü ifadə etməkdir. Qəsdən deformasiya edilmiş fiqurlar, kontrast rənglər, kəskin fırça xətləri, daha çox qarışıq, gərgin, bəzən çirkin narahat edici əsərlər təsvir olunur. Əsas fərq nədir? Romantizm hissləri, gözəllik və ideallarla təqdim edir. Ancaq ekspresionizm isə hissləri dürüst, kəskin və bəzən çirkin şəkildə təqdim edir. Fərqi nədir? Romantizmdə hisslər var. Hər ikisində hisslər var. Oxşar cəhətləri bunlardır. Ancaq fərqi isə romantizmdə reallıq saxlanılır. Yəni hissləri reallıqla, realizmlə göstərir. Amma ekspresionizmdə isə hisslər reallıq dəyişdirilərək. Məsələn, mənzərə təsvirində romantizm üslubundan bir mənzərə rəsmi çəkirsə, orada hər şey olduğu kimi təsvir edəcək. Yəni təbiətin gözəlliyini, təbiətə hiss etdiyimiz bizim duyğularımız. Amma ekspresionizm üslubunda cərəyanında təsvir etsə, orada mənzərə rəsmini çəkərkən daha çox kobud rənglərdən, kobud yaxmalardan, belə mənzərə fonunu, havanın mühitini kobud rənglərlə təsvir etməyə çalışarlar. Romantizmdə forma normal qalır, amma ekspresionizmdə isə forma deformasiya olunur, yəni dəyişdirilir. Gəldik konstruktivizmə. Konstruktivizmin əsas ideyası konstruktivizmdə sənət əsərinə dekorasiya kimi yox, bir quruluş kimi baxılır. Konstruksiya sözünün mənası nədir? Quruluş deməkdir. Elə o sözdən götürülmüşdür. Konstruksiya sözü də buradan gəlirdi. Yəni əsər sanki hissələrdən qurulur və yığılırdı. Məsələn, metal, şüşə, ağac, tel kimi materiallardan istifadə edilərək struktur qurulmuşdur. Konstruktivizmin əsas xüsusiyyətləri nələrdir? Formanın ciddiliyi. Yəni formalar sadə və ciddi olur. Çox bəzək və dekorasiya istifadə edilmir. Lakoniklik, yəni sadəlik. Əsərdə az elementlə fikir verilir. Yəni çox detal yoxdur. Həndəsi formalar, kvadrat, dairə, düzbucaqlı, xətt kimi sadə həndəsi formalar istifadə olunur. Quruluş və struktur. Əsərdə əsas diqqət formanın necə qurulduğuna verilmişdir. Funksionallıq əsərdə yalnız gözəl görünmək üçün deyil, faydalı və praktik olmalıdır. Kubizm və konstruktivizmin fərqi, yəni bəzi müəllimlər kubizmlə konstruktivizmi də ayırt edə bilmir. Deməli, kubizmdə obyekt parçalanır, amma konstruktivizmdə isə obyekt qurulur. Müxtəlif baxış bucaqları göstərilir kubizmdə. Amma konstruktivizmdə isə struktur və konstruksiya göstərilir. Kubizmdə əsasən rəssamlıqda, konstruktivizmdə isə dizayn, memarlıq və heykəldə çox olur. Kubizmdə forma parçalanmış görünür, amma konstruktivizmdə isə forma sadə və ciddi görünür. Yəni əsas fərq odur ki, kubizmdə obyekt parçalanır, amma konstruktivizmdə isə obyekt qurulur. Arasındakı fərq budur. Gəldik kinetizmə. Kinetizm kinetik incəsənətdir. Hərəkətə əsaslanan incəsənət cərəyanıdır. Kinetik sözü hərəkət deməkdir. Buna görə də kinetizmdə əsas fikir belədir. Sənət əsəri hərəkət etməlidir və ya hərəkət təsiri yaratmalıdır. Kinetizmin əsas ideyası nədir? Əvvəlki incəsənət əsərlər sabit olurdu, hərəkət etmirdi. Ancaq kinetizmdə isə əsər hərəkət edə bilər. Küləklə dönə bilər, motorla hərəkət edə bilər, işıq və kölgə ilə dəyişə bilər. Yəni tamaşaçı baxanda əsər dəyişir və hərəkət hissi olunur. Kinetizmin xüsusiyyətləri. Ən əsas xüsusiyyət hərəkətdir. Bu hərəkət real ola bilər. Əsər həqiqətən hərəkət edir. Və ya vizual ola bilər. Hərəkət illüziyası yaranır. Texnika və mexanika. Kinetik əsərlərdə bəzən motor, işıq, külək, elektrik kimi texniki vasitələr istifadə olunur. Tamaşaçı ilə əlaqə. Bəzən tamaşaçı əsərə toxunur və ya onun hərəkətinə təsir edir. Misal, təsəvvür et bir heykəl var. Metal çubuqlardan hazırlanıb, hissələr ip ilə asılıb. Külək əsəndə hissələr yavaş-yavaş hərəkət edir. Bu kinetik heykəldir. Yəni hərəkət edirsə, işığın, kölgənin vasitəsilə hərəkət etməsi kinetizmdir. Gəldik son olaraq nonkonformizm. Nonkonformizmin əsas ideyası nədir? Sənətkar azad olmaq istəyir. O rəsm, heykəl, dizayn qaydalarını pozur. Məqsəd öz duyğusunu və ideyasını ifadə etməkdir. Çox vaxt siyasi və sosial mövzulara reaksiya göstərmişdir. Ənənəyə qarşı çıxır, akademik qaydaları və rəsmi incəsənəti rədd edir. Eksperiment və sərbəstlik, forma və texnikada sərbəstlik, subyektivlik, sənətkarın şəxsi duyğuları və baxışı önəmli olur. Tənqid və müqavimət bəzən dövlət ideologiyasına qarşı çıxır. Deməli, 9-cu sinif üzrə bütün üslub cərəyanlarının izahı olundu. Əgər sizin üçün xoş və asan oldusa, digər videolardan da xəbərdar olmaq üçün abunə olmağı və rəy yazmağı unutmayın.